Hər kəsə hər vaxtınız xeyir olsun. Mən sizin informatika müəlliminiz Aynura Fətəliyeva. Bugün mən sizə Magistr 2 jurnalının içərisində yerləşən magistrlar üçün model suallarının izahını verəcəm. Təbii ki, informatika fənnindən. Bu il üçün, yəni 2026-cı il üçün imtahanda istifadə oluna biləcək model tip sualların olduğu jurnaldır və mən bunun izahını bir-bir sizə verəcəm. Mən suallara nəzər yetirdim. Çoxu 2024 və 2025-in model sualları ilə eynidir, amma fərqli tip suallar da var. Gəlin indi biz bunların hər birinə nəzər yetirək. Birinci sual algoritmlə bağlı bir sual tipidir. Sözün açığı çoxdandır ki, bu tip bir sualın izahını mən gözləyirdim. Bu blok sxemin qurulmasında şərt blokundan istifadə olunma məsələsi ilə bağlı mənim çox geniş bir video izahım var. O video izahı bu videonun aşağısında açıqlama bölməsində link kimi yerləşdirəcəm. İstəyən onu izləyə bilər və tam olaraq geniş şəkildə oradan məlumat ala bilər. Mən indi qısa olaraq bunun izahını sizin üçün verəcəm. Verilmiş Y funksiyasının qiymətinin hesablanması qaydasına əsasən algoritmin blok sxemi qurulan zaman ən azı şərt blokundan neçə dəfə istifadə edilməlidir. Yəni bunu yazmaq istəyir. Əslində biz adətən alışmışıq ki, daha çox iki ədədin müqayisəsi, amma burada artıq müqayisə biraz fərqlidir, dəyişir. Normalda məsələn biz abituriyentlərlə bunları işləyəndə ya da ki müəllimlərlə işləyəndə təbii ki biz onlarla blok sxemi rahat şəkildə qura bilirik. Çünki çox geniş şəkildə bu dərsin izahına toxunuruq biz, amma təbii ki magistrlarda bu o qədər də dərin mənimsədilmir. Ona görə də mən çalışacağam ki, qısa şəkildə bunu necə yaza bilərsiniz, onu sizə ifadə edim. Dediyim kimi bunun çox geniş izahı zaten var. Videosunu yerləşdirəcəm. Deməli baxaq. Bu tip sualın izahını biz necə tapa bilərik? Ya təbii ki, özümüz beynimizdə bir blok sxem qrup yarada bilərik, təsəvvür edə bilərik, çəkə bilərik blok sxemi. Ya da rahat yolu nədir? Deməli, burada biz müəyyən bərabərsizliklər görürük. Həmin bərabərsizlikləri biz ədəd oxunda ifadə edə bilərik. Deməli, bir ədəd oxu çəkirik, sərgəli olmasa daha doğrusu, üzrlü sayın. Deməli, yazılıb ki, 1 kiçikdir, A kiçikdir 7. Yəni, A 1 və 7 ortasında yerləşir. Yəni, bu o deməkdir ki, bizim aralığımız nədir? Biz 1-i və 7-ni ala bilmirik, amma 1 və 7 daxilində olan hər bir şeyi ala bilirik. Baxın, deməli, 1 ilə 7 daxil deyilsə, bilirsiniz də içi boş olur. Sonra 8 kiçik bərabər A. Yəni, bu o deməkdir ki, biz 8-dən kiçik qiymətlər alacağıq. Deməli, 8-i yazıram bura. 8 kiçik bərabər. Bərabərlik varsa 8-in özü də daxildir. 8 kiçik bərabər A o deməkdir ki, bizim ayımız 8-dən böyük ya da 8-ə bərabərdir. Yəni, intervalımız bu hissə olacaq. 8-in özü aiddir və 8-dən böyük ədəddir. Sonra yazılıb ki, A kiçik bərabərdir 1. Bu nə deməkdir? Deməli, A kiçik bərabər 1 o deməkdir ki, bizim ayımız 1-i ala bilir. Bir də birdən kiçik aralığı, birdən kiçik ədədlər ala bilir. Bu bizim ədəd oxumuz. İndi baxın, bu tip suallarda belə ədəd oxu çəkib, aralıqları, parçaları, intervalları qeyd edirsiniz. Əgər sizin ədəd oxunda ala bilmədiyiniz hansısa bir hissə, hansısa bir aralıq, hansısa bir qiymət varsa, o zaman şərt bloku sətir sayı qədər qurulur. Yox, əgər sizin ədəd oxunda ala bilmədiyiniz heç bir interval yoxdursa, yəni siz bütün ədəd oxunu ala bilirsinizsə, o zaman şərt blokunuz sətir sayından bir vahid az qurulur. İndi burada ədəd oxunda ala bilmədiyimiz aralıq, interval, qiymətlər var. Məsələn, 7-ni ala bilmirik, 7 və tam ədədlər demir, yox. 7 və 8 arasında yerləşən ədədləri ala bilmirik. Yəni, bütün ədəd oxunu ala bilmiriksə, şərt bloku sətir sayı qədər qurulur. Birinci sətir, ikinci sətir, üçüncü sətir. Yəni ki, 3 dənə sətrimiz var. Bizdə şərt bloku sətir sayı qədər qurulur. Yəni 3 dəfə. Bunun geniş izahı var. Digər variantlarını siz o videodan görə bilərsiniz, yerləşdirəcəm. Sadəcə bir dənə bir şey demək istəyirəm. Mən hər zaman tələbələrimə deyirəm ki, atanda da mərifətdə atın.
Bu tip sualda cavab ya sətir sayı ola bilər, yəni ya 3 ola bilərdi, ya da 2. Sətir sayından bir vahid az. Digərlərini çıxırsınız, digərləri heç vaxt ola bilməz. Yəni atanda da mənfiyyətdə atın, cavab ya 3 ola bilər, ya 2. Bütün ədəd oxunda ala bilməyəcəyimiz ədəd vardı ya, cavab oldu sətir sayı qədər, yəni C variantı 3. Birinci sualın doğru cavabı oldu C variantı. Gələk ikinci suala baxaq. İndi ikinci sualı mən burada yerləşdirəcəm. Sizə vizual olaraq da bunu göstərəcəm. Deyir ki, qabarit ölçüləri və məhsuldarlığına görə kompüter EHM siniflərinə aid olanları müəyyən edin. Gəlin bunu vizual sizə göstərim. Daha sonra isə biz bunun izahına baxaq. Bu sual da son illərdə bir neçə dəfə qəbulda istifadə olunub. Səhv eləmirəmsə 2022-ci ildə də qəbula düşüb. Bu təsnifat uyğunluq şəklində keçən ilə qəbula düşmüşdü. Deməli, kompüterlər müəyyən əlamətlərə görə təsnif olunur. Onlardan biri də qabarit ölçülərinə və məhsuldarlığına görə təsnifatdır. Qabarit ölçülərinə və məhsuldarlığına görə kompüter 5 böyük sinifə bölünür. Superkompüterlər, çox böyük kompüterlər. Bunlar NASA-da, kosmik tədqiqatlarda, hava proqnozlarının verilməsində və s. kimi hissələrdə istifadə olunur və çox böyük kompüterlərdir. Yəni ki, belə deyək, bunlar sadəcə ölçüsünə görə yox, həm də ki, işləmə sürətinə görə, gördüyü işlərə görə də çox böyük kompüterlər adlanır. Sonra gəlir böyük kompüterlər. Böyük kompüterlərdə mainframelər də adlanır. Hətta qəbulda adı bunun mainframe də gedir çox vaxt. Təsnifatda ilk yaranan kompüterlər böyük kompüterlər adlanır, mainframelər adlanır. Sonra da gəlir orta kompüterlər. Deməli, orta kompüterlərdə vaxt məhdudiyyəti olmayan iri ölçülü informasiyalar emalında istifadə olunurdu. Sonra da gəlir mini kiçik kompüterlər və ən sonunda gəlir mikrokompüterlər. Bizim istifadə etdiyimiz fərdi kompüterlər bu sinifə məxsusdur və mikrokompüterlər mikroprosesorların kəşfi ilə işıq üzü görüb və ölçülər artıq xeyli kiçilib. Təsnifatda ilk yaranan kompüterlərdə böyük kompüterlər hesab olunur. Yaxşı, indi gəlin biz qaydaq sualımıza. Qabarit ölçüləri və məhsuldarlığına görə kompüter siniflərinə aid olanları müəyyən edin. İşçi stansiyalar aiddir, belə desək ki, stolüstü kompüterlərin növlərinə. Orada var idi mini kompüterlər, işçi stansiyanın testilin. Klient kompüterləri də aiddir stolüstü kompüterin növlərinə. Var idi superkompüterlər, cavab zaten çıxdı. Terminallar yoxdur orada. Bir də var mainframelər. Sualın doğru cavabı 2, 4, 5. B variantı. Sonra gələk, üçüncü suala. Bu bizdə informasiya təhlükəsizliyi ilə bağlı bir sualdır. Belə desək ki, artıq bilirsiniz ki, bu il qəbula yeni bir mövzu əlavə olundu. Dövlət qulluğuna demək olar ki, uzun müddətdə əlavə olunub, amma magistra ilk dəfədir ki, bu il əlavə olunan bir mövzu var ki, o da informasiya təhlükəsizliyidir. İndi informasiya təhlükəsizliyi ilə bağlı bir sualdır. İçində informasiya təhlükəsizliyi bizim üçün çox vacib mövzulardan biridir. Doğrudan da bu çox önəmli bir mövzudur. İxtisasından asılı olmadan hər kəs öz informasiyalarını necə təhlükəsiz şəkildə qorumalıdır. Onu bilməlidir. Gəlin indi bu sualı oxuyaq və sualı cavablandıraq. Deyir ki, maliyyə qurumu adından çıxış edən naməlum şəxs telefon zəngi vasitəsilə istifadəçi ilə əlaqə saxlayaraq güya hesab təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bank kartına məxsus məxfi məlumatların kart nömrəsi, CVV kodu, təsdiq edən SMS kodu və s. təqdim edilməsini tələb edir. Həmin şəxs özünü rəsmi bank əməkdaşı kimi təqdim edərək istifadəçini müxtəlif üsullarla aldadır. Təsvir olunan vəziyyətdə istifadə edilən informasiya təhlükəsizliyi pozuntusu hansı hücum növünə aiddir? Deməli, siz bilirsiniz ki, informasiya təhlükəsizliyində müxtəlif növ hücumlara məruz qala bilər bizim informasiyalarımız. Onlardan biri də phishing hücumlarıdır. Baxın, əgər biri sizə saxta bir, necə deyərlər, mesaj vasitəsilə özünü rəsmi bir qurum kimi təqdim eləyirsə və sizdən sizə aid olan bank məlumatlarını və yaxud da ki, sizə məxsus olan, sizin üçün konfidensial olan məlumatları əldə eləmək istəyirsə, bu phishing hücumu hesab olunur. Aydındır.
Baxın, əgər özünü, belə desək ki, rəsmi hər hansı bir qurum adından tanıtdırıb, sizdən şəxsi məlumatlarınızı istəyirsə, bax, bu hücum növünə deyirlər phishing hücumu. Aydındır? Bunu yadda saxlayın. Bizdən əgər məxfi məlumatlarımızı istəyirsə, özünü rəsmi hər hansı bir qurum adından təqdim edirsə, bu artıq phishing hücumu adlanır. Sualın doğru cavabı A variantı. Keçək növbəti suala. 4. Bu bizdə, belə desək ki, proqram təminatı ilə bağlı bir sual tipidir. Artıq bunu biz əzbər bilməliyik. Gəlin bu sualı biz cavablandıraq. Uyğunluğu mən həmişə hansı şəkildə həll edirəm? Yəni, birə nə aiddir, 2-yə nə aiddir, 5 saat bunu fikirləşmirəm. Variantları oxuyub, hansı nömrəyə aiddirsə onu uyğunlaşdırıram. Paint, Photoshop. Baxın, adında Paint, Photo, Picture bunları görürüksə bu raster qrafikasıdır. Bu təbii ki, qrafik redaktordur. Yəni, təsvirlərin yaradılması üçün istifadə olunan proqramlardır. Pascal, Basic bunlar proqramlaşdırma dilləridir. Və təbii ki, instrumental proqram təminatına aiddir. Bu bizə lazım deyil, çünki burada instrumental yoxdur. B variantını çıxın. Sonra, yəni B variantı olanları daha doğrusu. Sonra gəlir WordPad, Word. Adından da görünür. Bunlar mətin prosesorlarıdır. 1C. Bunu da çıxaq. Hə, zaten 3-ə daha tapmışıq. Cavab çıxır, amma yenə davam edək. Sonra ScanDisk, WinZip. ScanDisk bilirsiniz ki, utilitdir. Diskdə olan səhvləri, xətaları aradan qaldırır, axtarır. WinZip də arxivatordur. Faylların sıxlaşdırılmasını, həcminin azalmasını yerinə yetirir. Bunlar xidməti proqramlar hesab olunur. 2-də D. Polyglot, Lingvo. Bunlar da ki, lüğətdir, lüğət proqramlarıdır. Bura aid deyil. Olur D variantı. 1C, 2D, 3A. Bu da proqram təminatı ilə bağlı bir sualdır. Gələk 5-ci suala. Axtarış sistemlərinin əsas xarakteristikalarına aid olanları seçin. Gəlin görək, axtarış sistemlərinin hansı əsas xarakteristikaları var. Mən sizə vizual göstərim bunu. Yaxşı, gəlin baxaq. Biz bilirik ki, internetin bizə sunduğu bir sıra imkanlar var, bir sıra xidmətlər göstərir internet bizim üçün. Onlardan biri də təbii ki, axtarış xidmətidir. Deməli, bəs axtarış sistemləri nədir təbii ki? Yəqin ki, bunu hamımız bilirik. Axtarış sistemləri odur ki, internetdə və yaxud da ki, hər hansı başqa bir databeyzlərdə, yəni verilənlər bazasında olan məlumatları tez tapmaq üçün yaradılmış bir xidmətdir. Və təbii ki, istifadəçiyə maraqlı olan hər bir axtarışın nəticəsini biz axtarış sistemləri vasitəsilə görə bilərik. Axtarış sistemlərinin prinsipi necədir, necə işləyir? O, məlumatları toplayır, yəni bizim yazdığımız suala uyğun məlumatları toplayır, yəni bizim axtardığımız informasiyaya uyğun. Veb saytları axtarır, sonra onu indeksləşdirir. Yəni, o topladığı məlumatları öz bazasında saxlayır. Sonra bizim sorğumuza uyğun, istifadəçinin sorğusuna uyğun ən yaxşı nəticələri göstərir. Bir sıra axtarış sistemləri var. Təbii ki, bunlardan ən məşhuru Google-dur, Bing-dir, Yahoo-dur, Yandex-dir və s. və s. İndi gəlin biz axtarış sistemlərinin əsas xarakteristikalarına baxaq. Tamlıq, dəqiqlik, aktuallıq, arama sürəti və əyanilik. Tamlıq, dəqiqlik, aktuallıq, arama sürəti və əyanilik. Burada axtarış sistemləri haqqında bir sıra başqa məlumatlar da var. Axtarışı hansı yollarla aparmaq olar? Axtarış zamanı sorğuların növləri və s. və s. Burada onların əsas anlayışları falan, komponentləri var. Bunlara da istəsəniz baxa bilərsiniz. Bax belə. Burada da axtarış sistemlərinin adlarını görürsünüz. Arşivdə ilk axtarış sistemidir. Yaxşı, gəlin qayıdaq sualımıza. Görək sualımızda nə deyir bizim üçün. Axtarış sistemlərinin əsas xarakteristikalarına aid olanları seçin. Deməli, adekvatlıq biz bilirik ki, informasiyanın xassəsidir, biri çıxırıq. Sonra, dəqiqlik də informasiyanın xassəsidir, amma axtarış sistemlərində xassəsidir, ikini götürürük. Tamlıq, bəli, tamlıq da informasiyanın xassəsidir, amma bizdə axtarış sisteminin də əsas xarakteristikalarından biridir. Obyektivlik yoxdur, qiymətlilik yoxdur, 2 və 3. Aktuallıq var təbii ki, hər zaman təbii ki, aktual olmalıdır.
Əyanilik də odur ki, yəni məsələn, görürsüz, biz hər hansı bir şey axtarırıq, ona uyğun şəkilləri falan da bizə göstərir. Daha əyani şəkildə göstərir. 2, 3, 5, 6 sualın doğru cavabı C variantı 5-ci sualda. Bunu konkret əzbərləməlisiniz. Axtarır sisteminin əsas xarakteristikaları, dəqiqlik, tamlıq, aktuallıq və əyanilikdir. Keçək növbəti suala, 6-cı sual. Deyir ki, ekranın zəruri fraqmentlərinin şəklini çəkib götürmək üçün hansı proqramdan istifadə olunur? Bu sual çox düşür. Bu təbii ki, Snipping tool'dur. Baxın, elə bu sualın cavabını elə özü ilə cavab verəcəm. Snipping tool standart proqramdır, yəni əməliyyat sistemi ilə birgə quraşdırılır. Baxın, Snipping tool proqramı vasitəsilə mən burada mənə lazım olan, zəruri olan hər hansı bir fraqmentin şəklini çəkib götürdüm. Bu mübadilə buferinə də düşür. İstədiyiniz yerə aparıb yapışdıra da bilərsiniz. Bunu şəkil kimi yaddaşa da verə bilərsiniz. Aydındır. Deməli, zəruri fraqmentlərin şəklini çəkib götürdüyümüz oldu D variantı, Snipping tool. Keçək növbəti suala. 7-ci sual. 7-ci sual Word-lə bağlı bir sualdır. Bir balaca, necə deyərlər, izahı məntiqi sizi yora bilər. Əslində, sadə primitiv sualdır, amma yenə də necə deyərlər, sizi yora bilər. Gəlin baxaq. Birinci növbədə mən bunun sizə rahat qaydasını necə tapırlar, onu deyəcəm. Sonra sualın mahiyyətinə keçəcəm. Deməli, baxın, bizə nə deyir? Deyir, Word mətn prosesorundan verilmiş fraqmentə əsasən sənədin səhifələrinin nömrələnməsi prosesi neçədən başladılmışdır? Prosesorunda demək istəyib yəqin. Gəlin baxaq. Bunu necə tapırıq? Baxın, burada yazılı bir page 28. Bu o deməkdir ki, sənəd birdən yox, başqa hər hansısa bir səhifədən nömrələnib və hal-hazırda sənin durduğun, yeni formatda nömrələnən durduğun səhifə 28-dir. Sonra, bu birisini də bilirsiniz də zaten. Yazılı bir page 25 of 46. Bu da o deməkdir ki, sizin sənədiniz ümumi 46 səhifədən ibarətdir. Birdən başlayıb nömrələnməyə sənəd və sizin hal-hazırda durduğunuz cari səhifə 25-dir. Kursorun olduğu səhifə 25-dir. Bunu necə tapırlar? Rahat qayda ilə deyim sizə. Yəni, bu sənədin neçədən başlayıb nömrələndiyini necə tapırlar? 28-dən 25-i çıxırsınız, üzərinə 1 gəlirsiniz, sizə verir 4. Bu o deməkdir ki, bu sənəd 4-dən başlayaraq nömrələnir. Gəlin baxaq. Deməli, bunu göstərim sizə. Necədir? Deməli, sizin bir sənədiniz var. Baxın. Birdən başlayıb nömrələyirsiniz və siz hal-hazırda 25-dəsiniz. Sənədiniz də 46 səhifədən ibarətdir. Bir də var ki, siz 4-dən başlayıb nömrələyirsiniz. Yəni, birinci səhifənizin nömrəsi 4 olur, ikinci səhifəniz 5 olur və s. və s. Və artıq 25-ə də nə uyğun gəlir? 28. Bilirsiniz necə? Səhifə sayı dəyişmir də. Dəyişən sadəcə səhifənin nömrəsidir. Məsələn, mənim 46 səhifəlik sənədim var. Onu birdən də başlayıb nömrələsəm, yenə 46 səhifə olacaq sayı etibarilə. 4-dən də başlayıb nömrələsəm. Bunu necə tapa bilərsiniz birdən? Baxın. Deməli, 1 ilə 4 arasında neçə vahid fərq var? 3 vahid. Elə 25 ilə 28 arasında da 3 vahid fərq var. Məsələn, belə də tapa bilərdiniz. 25 ilə 28 arasında neçə vahid fərq var? 3 vahid. Deməli, 1-in üstünə 3 gəlirsiniz, demək 4-dən nömrələnib. Belə də tapa bilərdiniz. Bir də qısa olaraq deyim. Yəni, indi göstərəcəm bu hardan baş verir. Ümid edirəm ki, aydındır. Yəni, bir var ki, sənədi 1-dən başlayıb nömrələyirsən. Bir də var ki, 4-dən başlayıb nömrələyirsən. Təbii ki, 4-dən başlayıb nömrələsən, hal-hazır ki, sənədim 25-dirsə nömrəsi, səhifəmin daha doğrusu. Deməli, mən 3 vahid qabaqda olacam da 28-də olacam. Qısa yolu nədir? 28-dən 25 çıxırsınız, üzərinə 1 gəlirsiniz. Bax, belə. İndi baxın, bunu Word-də göstərim sizə. Bunu insert-dən həyata keçiririk. Hidden and footer link qrupundan. Burada page number bölməsində format page number var. Siz burada start art bölməsində, məsələn, 1 yox, 4 yazsınız.
Artıq ilk səhifənizin nömrəsi 4 olacaq. Bunu bu arada hardan göstərə bilərik? Status barda vəziyyət sətrində baxın, formatted page number görürsünüz 4 yazıb. Burada görə bilərsiniz. Məsələn, mən əgər gəlin bir neçə səhifə yaradım mən sizin üçün. Bunu görün tam. Qoy bir dəqiqə çox yaradım. Baxın. Gedək birinci səhifəyə. Baxın, birinci səhifəyə uyğundur nə? Düzəlsin. Baxın, page 1-ə uyğundur page 4. Mən keçəcəm ikinci səhifəyə. Page 2-yə uyğundur page 5. Bax, bu qayda ilə gedir. Aydındır. Burada da məsələn, gələk belə eləyək, tutaq ki. Page 3-ə uyğundur page 6. Məsələn, tutaq ki, bunun nömrələnməsini sizdən soruşsa ki, neçədən nömrələnib? Məsələn, belə bir şəkil versə, gəlin baxaq. Məsələn, belə bir şəkil versə, desə ki, neçədən nömrələnib? Necə taparsınız? 6-dan 3 çıxarsınız, üstünə 1 gələrsiniz, 4. Həqiqətən də gördünüz ki, mən ilk səhifənin nömrəsini 4 təyin etmişəm. 4-dən başlayıb nömrələmişəm. Baxın, belə bir şeydir. Yəni, sualın doğru cavabı B variantı. Gələk 8-ci suala. Çox asan bir sualdır. Topologiyalarla bağlı bir sualdır. Topologiyaların bizdən növlərini istəyir. Gəlin indi baxaq. Deməli, gəlin biz ümumiyyətlə topologiyalara baxaq vizual olaraq. Sonra gələk, necə deyərlər, buradakı suala biz cavab verək. Mən internetdən də göstərə bilərəm əslində. Bir də gedib axtarmayayım onu. Vaxtımız itməsin. Deməli, bizdən topologiyalarla bağlı uyğunluğu istəyir. Baxaq. Biz bilirik ki, əgər mərkəzdə bir qurğu varsa, qovşaq varsa, bu ulduz topologiyasıdır, star topologiyasıdır. Əgər belə desək ki, biz görürüksə ki, bir qapalı bir şəbəkə var, bir istiqamətli. Təbii ki, elə zaten adından da görünür, bu halqa topologiyasıdır. Görürük ki, burada star var, burada halqa var. Deməli, bu ulduz halqadır, 1D. Sonra 2-yə baxırıq. Baxın, 2-də gördüyünüz kimi, əgər kompüterlər paralel şəkildə bir kabelə qoşulublarsa, bu şin topologiyasıdır. Amma buradakıların hər biri daxildə bir qurğu ilə əlaqələnib. Bunların da özləri öz aralarında ulduz topologiyası ilə əlaqələniblər, star topologiyası ilə əlaqələniblər. Ona görə bu olur ulduz şin. 2Y. 3-ə baxaq. Baxın, 3 nə olacaq? Biz görürük ki, burada kompüterlər sadəcə bir kabelə qoşulublar, paralel şəkildə. Burada olacaq şin. Yəni 1D, 2Y, 3C. Sualın doğru cavabı A variantı. Gəlin, mən sizə topologiyaları göstərim. Deməli, ümumiyyətlə gəlin xatırlayaq görək, topologiya nədir? Topologiya şəbəkədə kompüterlərin, qurğuların düzülüş sxemidir, birləşmə sxemidir. 3 əsas topologiya var, şin, ulduz və halqa. Baxın, bu şindir, vizual olaraq görürsünüz. Bu halqadır təbii ki. Bu da ulduzdur. Mərkəzdə bir qurğu varsa, bu ulduz topologiyasıdır. Bundan başqa ulduz şin topologiyası da var, ulduz halqa topologiyası da var. Yəni, hər bir kompüter, baxın, bunlar həm öz arasında ulduz kimi əlaqələnib, həm də qapalıdırsa, bu artıq halqadır. Bunlar da öz arasında ulduzdur, amma üçü bir yerdə şin vasitəsilə əlaqələnib. Təbii ki, ağac topologiyası da var, qarışıq topologiya da var, tam mesh topologiyası da var. Yəni, 8-də doğru cavab A variantı. Bax, belə. Sonra gəlir növbəti sual. Gəlin, baxaq növbəti suala. 9-cu sual. Excel ilə bağlı bir hesablamadır. Görək burada bizdən nə istəyir. Bu sual da keçən il model suallarda məncə var idi. Yaxşı, görək nə istəyir bizdən. Deyir ki, S5 xanasında hansı nəticə yazılmalıdır? Deməli, S5 xanası budur. S5 xanasında nə var? Samif funksiyası var. Samif A1, C4 diapazonu və böyükdür 6 yazılır. Bu o deməkdir ki, sən A1, C4 diapazonunda 6-dan böyük olan ədədləri cəmlə. Samif odur ki, şərti ödəyən xanaları cəmləmək. Yaxşı, gəlin biz A1, C4 diapazonumuzu tapaq. Deməli, A1, üzr istəyirəm, C4. A1, C4 diapazonunu necə tapırıq?
Bu diapazonda hansı sətirlər istifadə olunub? 1, 2, 3, 4. 1-dən 4-ə qədər. Bu diapazonda hansı sütunlar istifadə olunub? A, B, C. A-dan C-yə qədər. Diapazon düzbucaqlı şəklində xanalar toplusudur. Bunu siz düzbucaqlı şəklində göstərirsiniz və olur diapazonunuz. İndi burada bəzi funksiyalar var ki, biz bunları hesablamalıyıq ki, aydındır? Hesablamalıyıq ki, onun nəticəsini tapa bilək. Gəlin indi biz bu funksiyaları bir-bir hesablayaq, bir-bir onları göstərək. Bunu mən vizual olaraq birinci Excel-də göstərmək istəyirəm sizə. Daha sonra isə kağız üzərində siz necə bu suala cavab tapa bilərsiniz, onu da qeyd edəcəm. İndi mən bunu köçürüm Excel-ə, sonra videonu davam etdirim. Yaxşı, gəlin davam edək. Mən sizə göstərim ki, bu funksiyanın, yəni ümumiyyətlə C5 xanasının nəticəsi nə olacaq? Gəlin buna baxaq. Dedik ki, biz C5 xanasını tapa bilmək üçün təbii ki, buradakı xanalardakı bütün qiymətləri bilməliyik ki, biz 6-dan böyük olan xanaların cəmini tapaq. Samif dedi ki, şərti ödəyən xanaları cəmləyir. Yaxşı. İndi mən sizə burada show formula eləmişəm ki, funksiyaları, düsturları görəsiz. İndi gəlin sizə burada mən nə deyim? Baxın, sizə böyük ehtimal ki, bu AND funksiyası biraz qarışıq gələ bilər. Bu AND işarəsi ilə verilən funksiya. Bu funksiya nə iş görür? Xanaları birləşdirir. Yəni, iki xananın qiymətini birləşdirir. Mətinləri birləşdirir, belə deyək. Deməli, baxın, burada da belə bir ifadə yazmışam. Len, A4 and C2. Bu nə iş görür? Elə bil ki, A4 və C2 xanalarını birləşdirir. İnformatika və Excel-i yan-yana yazır. Baxın, hətta bir dənə xanada bunu da yazaq. Məsələn, bir dəqiqə qaytarım bunu. Bunu kopyalayaq. Baxın. Mən bir dənə xanada belə bir şey yazacağım. Görün indi nəticəsində nə olacaq. Baxın. Show formulanı bir dəqiqə deaktiv eləyim. Baxın, yazır informatika və Excel. Yəni, bu AND işarəsi mətinləri birləşdirir, xananın qiymətlərini birləşdirir. Baxın, yazdı informatika və Excel. Baxın, nəticəsini görəcəksiniz. İnformatika və Excel. Və biz də bilirik ki, len o deməkdir ki, həmin o xanalarda olan simvolların sayını tap. A4 and C2 o deməkdir ki, informatika və Excel-i birləşdir. Bizdə informatika və Excel-i birləşdirəcək. İnformatikada 11 simvol var, Excel-də 5 simvol var. Bunların ümumi sayı 16 dənə olacaq. Ona görə len A4C2-də olacaq 16. Yəni, bu AND işarəsi xanalardakı mətni birləşdirdi. İnformatika və Excel-i gördüyünüz kimi yan-yana yazdı. Sonra len-dəki həmin o xanada olan simvolların sayını tapdı. İnformatika sözündə 11 simvol var, Excel-də isə 5 simvol var. Ümumi 16 simvol. Baxın, bu düsturu da görürsünüz siz. Aha, indi bu əsas sizə çətin gələn bu idi. Sualın düzgün cavabı gördüyünüz kimi 100-dür. İndi gəlin digər məsələlərə biz toxunaq. Görək necə tapdılar bu 100-ü. İndi baxaq. Baxaq. Deməli, burada yazılıb count A1 qoşan nöqtə B4. Baxın, bu sizi çaşdırmaq üçündür. Biz bilirik ki, Excel-də düstur mütləq bərabər işarəsi ilə başlamalıdır. Əgər burada bərabər işarəsi yoxdursa, siz bunu hesablamırsınız. Sonra, burada yazılıb average A1 qoşan nöqtə A4. Bu deməkdir ki, A1, A4 diapazonunda verilən ədədlərin siz ədədi ortasını tapın. Bilirsiniz də, average xana daxilində sadəcə ədədləri tanıyır. 12, üstə gələk -3. Burada 6A yazılıb. Bu artıq mətin tipidir. Average sadəcə ədədləri tanıyır. İnformatikanda çıxırıq, bu da ədəd tipi deyil. 12 və -3-ü toplayırıq, sayına bölürük, bu da eləyir 2. 12-dən 3 çıxırıq, 9, 9-u da 2-yə bölürük, eləyir 4,5. Baxın, burada da həqiqətən də görürsünüz, average-in qiyməti 4,5-dir. Burada mən bərabər yazmışam, ona görə count hesablayıb, bunu hesablamamalıdır. İndi baxaq. Gələk növbəti hissiyə.
Sonra bunun cevabı oldu bizdə 4,5. Bura yazaq. Sonra burada nə verilib? Şey dörtxanasında A1 plus A2, A1'imiz 12'dir. A2'miz neçədir bəs? -3. A2'miz -3'dür. Bunu pozum çaşdırmasın bizi. A2'miz -3'dür. Üstü, bilirsiniz də bu qüvvət işarəsidir. Üstü B2. B2 nədir bəs bizdə? 2. -3'dür bu. Peki üzülürsən, çaşdım -2 yazım. Deməli, A1 12'dir. A2 -3'dür. Bunların cəmi üstü 2. Bu da qüvvət işarəsidir. İndi baxaq. Biz dedik ki 12 ilə -3'ü toplayanda bizə verir 9. 9'un üstü 2, yəni 9'un da kvadratı bizə verir nəyi? 81'i. Yəni bu xananın da qiyməti olacaq. Niyə belə səhvlər eləmək olur şəkildə bir dəqiqə? Bu olur 4,5, bu da olur 81. İndi baxaq. Bizə deyir ki, buranı da hesablayaq hələ. Deməli, biz dedik ki, len A4, S2, and S2. Bu o deməkdir ki, A4 və S2 xanasında olan mətinlərin simvollarının sayı. A4'də informatikadır, 11 dənədir, S2'də Excel'dir. 5 dənədir, 11 ilə 5 bizə verdi 16. Len A4, S2 gördük ki, 16'nı verdi bizə. İndi right 16, 1 o deməkdir ki, bilirsiniz də right 16, 1 o deməkdir ki, yəni sağdan bir simvolu göstər. Sağdan bir simvolu göstər. Bu da bizə verəcək 6'nı. Doğrudan da gəlin istəyirsiniz, onu praktiki sizə göstərim. Baxın. Bunun nəticəsi görürsünüz 6'dır. Aydındır. Len A4, S2 16'dır. Right 16, 1 də o deməkdir ki, sağdan bir simvolu göstər. Yəni, buradakı 1 onu göstərir ki, burada verilən ifadədən sağdan bir simvol ayır göstər. Yəni, bunun da cavabı bizə verdi ümumi 6'nı. Gəlin, bunu da silək, üstündən 6 yazaq. Aha, indi bizə deyir ki, sən neynə? Sami, şərti ödəyənləri topla. A1, C4 diapazonunda 6'dan böyük olanlar. 6'dan böyük hansıdır? 12. 6'dan böyük hansıdır? 7. 6'dan böyük hansıdır? 81. 81 ilə 12'ni toplayanda bizə nə verir? 93. 93'ün də üstünə 7 gələndə bizə nə verir? 100. Doğrudan da sualın doğru cevabı D variantıdır. 100'dür. Biraz başınız qarışa bilər. Gəlin mən bunu sizə bir də qısa olaraq izah edeyim. Ola bilər ki, sizin beyninizi qarışdırdım. Geniş izah eləmək üçün bəlkə də beyninizi daha da çox qarışdırdım, amma gəlin baxaq, izah edeyim sizə birdən. Deməli, bizdə Samif A1, C4 böyükdür 6 o deməkdir ki, A1, C4 diapazonunda 6'dan böyük olanları cəmlə. Aha, biz cəmləməliyik 12'ni, 6'dan böyükdür. Buna baxmırıq 6'dan kiçikdir, buna baxmırıq mətin tipidir, buna baxmırıq mətindir. Buna baxmırıq mətindir. Sonra götürürük 7'ni. Sonra, indi biz nə etməliyik? Biz hesablamalıyıq. Bu xananın nəticəsini görək 6'dan böyükdürmü? O qədər uzun uzadı hesabladıq, amma 6'dan böyük olmadı. Yəni, boş-boşuna hesablamış olduq. Deməli, dedik ki, hissə baxaq. Right funksiyası verib, daxilində də len funksiyası var. Len A4 and C2 o deməkdir ki, sən götür informatikanı. Ümumiyyətlə, and o deməkdir ki, informatika və Excel-i birləşdirir. Bir xanada yazır. Düzdür? Len də o deməkdir ki, onlardakı simvolların sayını tapır. İnformatikada 11 simvol var, Excel-də 5 simvol. Bu bizə verdi 16. Right 16, 1 də o deməkdir ki, sağdan bir simvol ayır göstər. Bu da 6. Bu xananın qiyməti oldu 6. Bu bizə lazım olmadı. Çünki bizə lazımdır 6'dan böyüklər. Sonra keçdik bu gestionuna. Burada bunu hesablamırıq, çünki bərabər işarəsi yoxdur. Bərabər işarəsi yoxdursa, o düstur hesab olunmur, hesablamır. Sonra bu mətindir bizə lazım deyil. Average A1 qoşa nöqtə A4 odur ki, A1, A4 diapazonunda ədədlərin ədəd ortasını tap. Burada ədəd sadəcə 12 və -3'dür. Bunların ədədi ortasını tapdıq, topladıq, 2'yə böldük. Elədi neçə? 4,5. Bu da bizə lazım olmadı, çünki 6'dan böyük deyil. Sonra A1 plus A2, 12 ilə -3'ü topladıq, 9. Bu işarə dedik, qüvvət işarəsidir. Və
Qüvvət B2 yazılıb. B2 xanasında qiymət 2-dir. 9-un kvadratını tapdıq. Bu da bizə verdi 81. 81 bizə lazımdır. Çünki o 6-dan böyükdür. Sonra da bunları cəmlədik. 81 ilə 12 bizə verdi 93. Üstünə də 7 gəldi. Bizə verdi 100. Sualın doğru cavabı D variantı. Əslində qısa sualdır. Sadəcə mən izah eləmək üçün biraz geniş şəkildə dedim. Sonra gələk 10-cu suala. Arxiv fayllarına aid olanları seçin. Baxın, çox belə desək ki, çaşdırıcı bir nüansdan veriblər. Adda da arxiv fayllarını verib. Genişlənmədə də ona görə siz belə desək ki, çaşa bilərsiniz. Gəlin mən arxiv fayllarını göstərim ümumi sizə. Sonra suala baxaq. Deməli, baxaq. Bilirsiniz də, arxivatorlar müəyyən alqoritmlə faylların həcmini azaldan proqramlardır və faylları arxivləşdirəndə sadəcə faylların həcmi dəyişir, səhifə sayı, sətr sayı, simvol sayı dəyişmir. Belə zamoklu, qayışlı, kəmərli, sıxlaşdırılmış bir şeylər gördünüzsə, bilin ki, onlar arxivatorlardır. Arxivatorlar WinZip, WinRAR, WinAce, Hamster, nə bilim, Isaac və s. bunlardır. Və arxiv fayllarının genişlənmələri hansılardır? Arjdır, zipdir, rardır, jardır və s. Burada gördüklərinizdir, tardır, tar, zar, zar bu kimi şeylər gördünüzsə bilin ki, arxivatorlardır. İndi gələk biz sualımızın izahına görək hansılardır arxiv fayllarına aid olanlar. Gəlin baxaq. Deməli, arxiv fayllarına aid olanları seçimləyir. Baxın, faylın tipini müəyyən edir, onun genişlənməsi. Buradakı zipi aldanmırsınız. Text isə bu mətin faylıdır. Birləri silirsiniz. Burada rar var. Rar, bəli, arxiv fayllarının genişlənməsidir. Zaten görürük ki, bir dənə 2 qalır. Sonra nə var bizdə? Tar dedik ki, arxiv fayllarının genişlənməsidir. Ona görə 5-də olmalıdır. Burada RAR ad hissəsindədir. OBJ kitabxana fayllarının genişlənməsidir. Bunu silirsiniz. Üçüncüdə də bəli, LRH arxiv fayllarının genişlənməsidir. 2, 3, 5 sualın doğru cavabı B variantı. Baxın, burada da gördüyünüz kimi LRH var. Bax belə. Yəni sualın doğru cavabı oldu B variantı. B variantı. Baxaq 11-ci suala. Mətnin səslə ucadan oxunması və oxunan hər bir sözün vurğulanması hansı lent tabı ilə həyata keçirilir? Bu təbii ki, review tabından həyata keçirilir. Read aloud əmrin adı bu olmalıdır. Səhv xatırlamıramsa, gəlin göstərim sizə. Baxın, bu reviewdadır. Read aloud. Baxın, mətni səsləndirəcək. Reviewda üzülürsən. Read aloud. Baxın. Reading is easier, too, in the new reading view. You can collapse parts of the document and focus on the text you want. If you need to stop reading before you reach the end, Sualın doğru cevabı C variantı review oldu. 12. Sənədin ilkin variantı 3 abzasdan ibarətdir. Baxın. Gəlin görək, bu sualda bizdən nə istəyir? Word-lə bağlı bir sualdır. Abzaslar üzərində müəyyən əməliyyatları həyata keçiririk və bizdən soruşur ki, bu əməliyyatların həyata keçirilməsindən sonra abzaslar hansı sıra ilə düzülər? Gəlin bunu sizə birinci necə deyərlər, şifahi olaraq necə tapa bilərsiniz, onu deyim. Sonra isə praktiki olaraq da mən sizə bunu Word-də göstərərəm. Deməli, baxaq. Deyir, birinci abzas seçilir və Ctrl-C düymələr kombinasiyası birgə basılır. Birinci abzası seçib Ctrl-C desəm, bilirsiniz ki, bu kopyalama, köçürmə əmridir. Mən bunu kopya edib mübadilə buferinə yerləşdirirəm. Kursor ikinci abzasın sonuna gətirilir, gətirdik bura və ardıcıl olaraq Ctrl aşağı ox və Ctrl-V düymələr kombinasiyası basılır. Ctrl aşağı ox nə iş görür? Kursorun yerini növbəti abzasın əvvəlinə gətirir, yəni gətirir bura. Və Ctrl-V-də bilirsiniz ki, paste əmridir. Mübadilə buferində olan sonuncu elementi yerləşdirir bu hissəyə, kursorun durduğu yerə. Biz birinci abzası yapışdırmışdıq, birinci abzası kopyalamışdıq, birinci abzası yapışacaq. Yəni birinci abzas yapışır bura. Olur 1, 2, 1, 3. 3-də gəlir aşağı. İndi görəcəksiniz eləyəndə. Sonra deyir ki, sonuncu abzas seçilir və Ctrl-X düymələri kombinasiyası basılır.
Sonuncu abzas, yəni üçüncü abzas. Üçüncü abzası seçib Ctrl X eləsəm, bilirsiniz ki, bunu kat eləyirəmsə, o hələ ki buferdə saxlanılır. Yerini dəyişəcəm mən onu. Deyir, kursor birinci abzasın sonuna gətirilir, gətirdik. Və ardıcıl olaraq Ctrl yuxarı ox və Ctrl V düymələr kombinasiyası basılır. Baxın. Ctrl yuxarı ox o deməkdir ki, yuxarı istiqaməti olan ox. Sən kursoru gətirirsən cari abzasın əvvəlinə. Yəni buradayamsa gəlir əvvələ. Ctrl V-ni də sıxıramsa, axırıncı dəfə buferdə olanı yapışdırıram. Üçüncü abzas axırıncı dəfə buferdə idi. Olur 3. Bu düşür aşağı artıq. 1, 2, 1. 3, 1, 2, 1. İndi baxaq görək bax hansı variant. Üçümüz T-yedir. Birinci T-yə gəlməlidir. Sonra 1 Q-və gəlməlidir. B variant artıq. Sonra 2 E-ə gəlməlidir. Sonra 1 Q-və gəlməlidir. Sualın doğru cavabı B variantı oldu. İndi gəlin bunu praktik olaraq da mən sizin üçün göstərim. Görün həqiqətən də necə olur. Ümid edirəm ki, bunlar da yapışmaz. Əslində bu məndə var, amma yenə də görün buradan aparım. Kopyalamaq olmur. Bir dəqiqə bu test məndə var. Mən bunu kopyalayım, yapışdırım, orada göstərim sizə. Yaxşı, gəlin baxaq. Deməli, birinci abzas seçilir və Ctrl-C düymələr kombinasiyası basılır. Baxın, birinci abzası seçdim və Ctrl-C dedim, kopyaladım. Kursor ikinci abzasın sonuna gətirilir və ardıcıl olaraq Ctrl aşağı ox və Ctrl-V düymələr kombinasiyası basılır. Gəlin mən sizin üçün ekran klaviaturasını göstərim. Aha. Deyir ki, kursor ikinci abzasın sonuna gətirilir və Ctrl aşağı ox və Ctrl-V. İkinci abzasın sonuna gətirirəm kursoru. Ctrl aşağı oxu, aşağı istiqaməti olan oxu sıxıram. Baxın, Ctrl aşağı istiqaməti olan oxu sıxsam, kursor gedir növbəti abzasın əvvəlinə, yəni üçüncü abzasın əvvəlinə. Və mən Ctrl V desəm, təbii ki, buferdə olan birinci abzas yapışacaq bu hissəyə. Baxın, Ctrl V deyirəm. Birinci abzas yapışacaq üçüncü abzasın əvvəlinə, 3 düşür aşağı. Gördüyünüz kimi. Sonra sonuncu abzas seçilir və Ctrl X düymələr kombinasiyası basılır. Sonuncu abzas, yəni ki, üçüncü abzas seçilir və cut, Ctrl X əmrini icra edirik. Sonra deyir ki, kursor birinci abzasın sonuna gətirilir və ardıcıl olaraq Ctrl yuxarı ox və Ctrl V düymələr kombinasiyası basılır. Birinci abzasın sonuna gətirirəm. Yenə Ctrl yuxarı ox deyir. Baxın, Ctrl yuxarı ox o deməkdir ki, kursoru apar cari abzasın əvvəlinə, yəni birinci abzasın əvvəlinə. Sonra Ctrl V deyirəmsə, bu da o deməkdir ki, yəni buferdə olan üçüncü abzası yapışdırıb bura, birinci abzas düşür aşağı. Gördüyünüz kimi T, Y, Q, W, Y, R, Q, W oldu. Yəni B variantı. Baxın, T, Y, Q, W, Y, R, Q, W. Baxın, gördüyünüz kimi. Bir dəqiqə ekranı biraz böyütdüm ki, siz yaxşı görün. Belə. Gördüyünüz kimi T, Y, Q, W, Y, R, Q, W. Sualın doğru cevabı B variantı olmuş oldu. Qısa olaraq keçək növbəti suala. Baxaq. 13-cü sual. Uyğunluğu müəyyən edin. Yenə Word-lə bağlı bir sualdır. Asan sualdır bu. Gəlin buna baxaq. Keçən ildə model suallarda var idi. Sənədə mətin qutusu əlavə etmək. Təbii ki, bu text box əmridir, C variantı. Sənədə piktoqram əlavə etmək, yəni ki, ikon əlavə etmək, bu Y variantıdır. Sənədə internetdən video əlavə etmək, təbii ki, bu B variantıdır. D variantı link əlavə eləməkdir, hiper əlaqə yaratmaqdır. A variantı pikçə şəkil əlavə etməkdir. 1C, 2Y, 3B sualın doğru cavabı 13-də A variantı olmuş olacaq. Gəlin indi biz buna baxaq bir-bir. Deməli, insertdədir çoxu. Bu icon simgə əlavə etməkdir. Sonra nə var idi orada? Bu gördüyünüz kimi picture'dir. Text box'un vizuallığı biraz dəyişib. Mətin qutusu əlavə etməkdir. Gördüyünüz kimi bu link əlavə etməkdir. Bu da video əlavə etməkdir. Bax belə. Gəlir növbəti sual, 14-cü sual. Görək nə deyir? Hə. Deyir ki, Excel 2019-da A1 xanasına məlumat yazarkən
Aşağıdakı kimi xətanın yaranma səbəbi nə ola bilər? Data validation məhdudiyyət qoyulur. Deməli, baxın. Data validation dəqiq bunu yerləşdirin. Bu sual da yeni tip sualdır. Yəni ki, heç vaxt data validation ilə bağlı sual olmamışdı model suallar içərisində. Baxın, data validation odur ki, xanaya məhdudiyyət qoymaq. Yəni, xanaya məhdudiyyət qoyulur ki, müəyyən aralıqda ədədlər daxil olunsun və yaxud da ki, simvollar daxil olunsun və s. və s. This value doesn't match the data validation restriction defined for this cell. Bu xana üçün məhdudiyyət qoyulub və hansı məhdudiyyət qoyulub? Deməli, cavab olacaq C variantı. A1 xanasına yalnız tam ədədlərin daxil edilməsi məhdudiyyəti qoyulub. İlk dəfədir bu sualı sizdən görürəm. Bir dənə baxım görüm. Başqa variant yoxdur. Düz ola bilər. Yox. C variantıdır. A1 xanasına yalnız tam ədədlərin daxil edilməsi məhdudiyyəti qoyulmuşdur. Zaten baxın, tərcüməni də siz bu tərcüməni də eləsəz görəcəksiniz ki, həqiqətən də elə bunu ifadə edir orada bu yazıldığı cümlədə də. Gəlin data validation-a baxaq. Məsələn, gəlirəm mən tutaq ki, A1 xanasını seçirəm. Datadan, burada data validation var. Data tools'da. Baxın, data validation. Data validation eləyəcəm. Burada baxın, biz kriteriyalar seçə bilərik. Any value, whole number, sonra list, custom, bu kimi şeyləri seçə bilərik. İndi gəlin biz whole number deyək. Yox, biz kəsir vermək istəyirik. Bircə saniyə, bunu düzəldim. Deməli, baxaq, mən sizə göstərim. A1 xanasına gəldik, datadan, data validation deyirik. Burada, baxın, aloda biz dekalonu seçsək, bu onluq ədədlər də daxil eləməyə icazə verir. Burada vaxt tarixə, məsələn, məhdudiyyət qoya bilərik. Burada daxil edilən sözün simvol sayına məhdudiyyət qoya bilərik. Any value-da istənilən dəyərdir. Whole number desək, burada sadəcə tam ədədlər daxil etməyə icazə verir, imkan verir. Baxın, məsələn, mən bura 1 yazıram, bura 100 yazıramsa, okey deyirəm. Məsələn, burada 1-100 aralığında, məsələn, 5,6 daxildir də, düzdürmü? Enter sıxsam, baxın, eyni, necə deyərlər, yazı çıxır ki, ekrana. Burada məhdudiyyət qoyulub və siz, belə desək ki, necə deyərlər, məsələn, belə deyək də, bu şərtlərə uyğun gəlməyən ədəd daxil etmişsiniz, bunu demək istəyir. Bax, amma məsələn, mən tam ədəd daxil eləsəm, tutaq ki, 5, 4, 100 aralığında ona icazə verəcək. Məsələn, 100-dən böyük ədəddə imkan vermir. Amma ümumiyyətlə, whole number odur ki, onluq kəsirlərə məhdudiyyət qoyur. Sadəcə müəyyən aralıqda tam ədədlərin daxil edilməsinə imkan verir. Yəni, whole number seçəndə biz artıq xanaya müəyyən aralıqda tam ədədlər daxil edirik. Yəni, yalnız tam ədədlərin daxil edilməsi məhdudiyyəti qoyulub. Əgər onluq kəsir yazmağa imkan vermirsə, məsələn, baxın, bir də göstərim. Məsələn, 6 tam, onda 7 tutaq ki, ya 5, onda 7. Yəni, data validation-dan uzun sözün qısası whole number seçəndə siz artıq onluq ədədlərə məhdudiyyət qoyursunuz, onluq kəsirlərə, yalnız tam ədədlərin daxil edilməsinə icazə verirsiniz. Sualın doğru cavabı A1 xanasına yalnız tam ədədlərin daxil edilməsi məhdudiyyəti qoyulmuşdur. Gələk 15-ci suala. Bu diaqram sualı demək olar ki, artıq son illər hər dəfə düşür. Həm sınavlarda, həm model suallarda, həm də ki, qəbulda. Ən son 2024-ün qəbuluna düşüb. Deməli, baxaq. Bununla da bağlı geniş video izah var. Instagramda, YouTube kanalında istəsəniz baxa bilərsiniz. Gəlin biz suala baxaq. Deyir, elektron cədvəl fraqmenti verilmişdir. C1 xanasına hansı qiymət yazılmalıdır ki, hesablamaları yerinə yetirdikdən sonra A2, C2 diapazonundakı xanaların qiymətlərinə əsasən aşağıdakı diaqram qurulsun. Deməli, biz C1 xanasına elə bir qiymət yazmalıyıq ki, bunu x götürürəm, çünki bilmirik. Bizim A2, C2 diapazonumuz uyğun gəlsin bu diaqrama. Bilirsiniz ki, bu pay dairəvi diaqramdır və pay diaqramı saat əqrəbi istiqamətində gedir və həmişə ardıcıl şəkildə qurulur.
Yəni, burada random ədədləri yerləşdirmirlər diaqramda. Diapazonun birinci xanası, yəni A1 xanası birinci hissəyə uyğun gəlir. Diapazonun ikinci xanası, yəni B2 xanası ikinci hissəyə uyğun gəlir. Diapazonun üçüncü xanası, yəni S2 xanası üçüncü hissəyə uyğun gəlir. Baxın, diaqram, pay diaqramı saatli əqrəb istiqamətində gedir hər zaman. Diapazonun birinci xanası, A2 xanası birinci hissəyə, ikinci xanası, B2 xanası ikinci hissəyə, üçüncü xanası, S2 xanası isə üçüncü hissəyə gedir. Və bunu da unutmayın ki, hər zaman diapazondakı bütün ədədlərin cəmi bizə verir 100%. Aydındır? Və tutaq ki, məsələn, əgər A2-yə 25% yazılıbsa, bu o deməkdir ki, A2 bu cəmin 25%-ni təşkil etməlidir. İndi biz nəyə baxırıq? Görürük ki, A2 və B2 hər biri 25%-dir. Yəni, bu o deməkdir ki, A2 və B2 xanalarının qiymətləri bir-birinə bərabərdir. Sonra bir də görürük ki, S2 50%-dir. Biz bilirik ki, 50% 25%-in 2 qatıdır. Bu o deməkdir ki, onda S2 A2 və B2-nin 2 qatına bərabərdir. İndi bəlkə də bunlar dərinliyi çox da bizə lazım olmayacaq, amma mən sual üçün ümumi geniş izah edirəm ki, əgər bilməyən varsa bunları bilsin. İndi bizdən S1 xanasının qiymətini soruşur. Bunu necə tapırıq? Baxın, heç S2 əslində burada heç ehtiyacımız yoxdur. Necə tapıram? Birinci növbədə A2 xanasının qiymətini hesablayıram. B1 üstəgələk, baxın burada yazılıb. Qiymətlərini yerinə qoyuram. 4 üstəgələk A1 bölünsün 2. Yəni 2 bölünsün 2. Bu da 1 eləyir. 4 ilə 1-i topladıq, elədi 5. Tapdıq ki, A2 5-dir. Biz bayaq dedik ki, üzr istəyirəm, A2 B2-yə bərabərdir. Yəni, hər ikisi də 25% olduğu üçün qiymətlər də bir-birinə bərabər olmalıdır. Əgər A2 5-dirsə, onda B2 də 5-ə bərabər olmalıdır. Görürük ki, niyə B2-yə müraciət elədim? Çünki mənə lazım olan S1-dir, məchul olan S1-dir və o da B2-dədir. Yazılıb S1 vur 3, yəni ki, 3 vur x, S1 x-dir. Minus B1, B1-in də qiyməti 4, minus 4. Bərabər, dedik ki, B2 xanasının dəyəri 5-dir. Bərabər 5-ə. Buradan həll edirik tənliyi. 3x bərabər. 4-ü o tərəfə keçiririk. Çıxmadı deyə toplam olacaq. Olacaq 5 plus 4. 3x bərabər 9-a. X də bərabər. 9-u bölürük 3-ə. Məhsul vuruğu tapanda olur sualın doğru cavabı 3. Yəni 15-ci sualda doğru cavab C variantı olmuş olacaq. Ümid edirəm ki, bu sualda sizin üçün aydındır. Keçək növbəti suala. 16-cı sual. Təqdimata yeni slaydlar əlavə etmək üçün hansı tabdan istifadə oluna bilər? Bu da çox məşhur bir sualdır. Əslində çox asandır. Təqdimata yeni slaydı biz əlavə edirik. Home və yaxud da ki, insert tabından sualın doğru cavabı A variantıdır. Baxın, yeni təqdimat yaranır. Yeni təqdimat yaranır. Təbii ki, file tabından new əmri ilə və yaxud da ki, quick access toolbardan Ctrl-N düyməsi ilə ya da new əmri ilə. Amma yeni slayd deyirsə, bu home tabından new slayd idi, Ctrl-N-dir qısa yolu, ya da insertdən new slayd idi, ya da context menyudan new slayddan, ya da enter düyməsindən biz yeni slayd yarada bilərdik. Sonra gəlir 17-ci sual, bu da PowerPoint ilə bağlı bir sual tipidir. Gəlin buna da baxaq. Bunların hamısı keçən ilin və ondan əvvəlki ilin demək olar ki, modellərdir. Hansı fikir doğru deyil? Bir səhifədə ən çoxu 9 slayd çap etmək olar. Bu doğrudur. Siz bilirsiniz ki, PowerPoint-da bir A4-də maksimum 9 slayd çap etmək olar. Word-də bilirsiniz də 16-dır. Amma PowerPoint-da bir A4-də siz maksimum baxın 9 slayd çap edə bilərsiniz. 1 slayd, 2 slayd, 3, 4, 6, maksimum 9 slayd çap edə bilərsiniz. Gəlirdik bura. Bu doğrudur. B. Müxtəlif slaydlara müxtəlif sərlövhələr vermək olar. Təbii ki, bu da doğrudur. Baxın, deməli, tutaq ki, biz gəlirik, hansısa bir təqdimat yaradırıq. Orada müxtəlif slaydlarımız var. Tutaq ki, fərz edək ki, bunların hər biri müxtəlif slaydlardır. Mən insert-ə gəlirəm. Buradan text qrupundan hidden and footer deyirəm. Buradan footer deyib, məsələn, buna yazıram Aynur'a. Apply deyirəm. Təbii ki, apply to all deyib hamısına da yaza bilərəm, amma bir-bir də əlavə edə bilərəm. Məsələn, baxın, burada Aynur'a yerləşdir. Gəlirəm başqa bir müxtəlif slayda. Yenə insert-dən, text-dən, hidden and footer deyib, yenə footer yerləşdirirəm.
Buna yazıram məsələn informatika. Baxın, apply deyirəm. Burada da artıq informatika yazılır. Hətta bu sərlövhəni istədiyimiz yerə təbii ki, yerləşdirə bilərik. Baxın, mən müxtəlif slaydlara müxtəlif sərlövhələr yerləşdirə bildim. C. Slaydda seçilmiş obyektləri ayrıca çap etmək olar. Baxın, səhv olan budur. Slaydda seçilmiş obyektləri ayrıca çap etmək olar. Bu səhvdir. Deməli, baxın, mən burada tutaq ki, hər hansı bir obyekt əlavə edirəm. Məsələn, belə bir fiqur. Mən bunu gedib printdən çap eləyə bilmərəm. Aydındır, sırf bunu. Mən görsüz, bura məsələn, başqa bir nələrsə yazdım, tutaq ki. Baxın, mən gedib printdə slaydın özün çap etmiş olacağım. Aydındır. Məsələn, burada seçimlər var. All slide, bütün slaydları çap edir, təqdimata daxil olan. Print selection odur ki, baxın, only print the selected slide. Seçilmiş slaydı çap eləyir. Current slide odur ki, kursorun durduğu slaydı çap eləyir. Custom range'dəki bilirsiniz də müəyyən aralıqda slaydları çap etmək olar. Print hidden slide gizli slaydları çap edir. Mən sırf bir dənə bu obyekti, bu şəkli, bu fiquru, bu elementi çap edə bilmərəm. Aydındır. Sualın doğru cavabı C-dir. Digərlərində baxaq. Slayda şəkilləri, animasiya effektləri animation tabından verilir. Bəli. Əgər sırf slaydın özü ilə bağlı elementlərdən, element nə idi, üzr istəyirəm. Sırf slaydın özü ilə bağlı effektlərdən söhbət gedirsə, bu transitiondır. Amma slayddakı obyektlərə, şəkillərə, animasiya effektlərindən söhbət gedirsə, bu animationdır. Baxın, bir slayddan digər slayda keçid transitiondır. Amma sırf slaydın daxilində olan şəkil, fiqur, elementə, obyektə effekt vermək isə animationdır. Gördüyünüz kimi. Sadəcə bu obyektə, şəkilə effekt vermiş olduq. G variantı. Slaydların nümayişi zamanı gizlədilməsi setup lent qrupundan həyata keçirilir. Bəli, bu da doğrudur. Slideshow'dan setup qrupundan biz slaydları nümayiş zamanı gizlədə bilərik. Slideshow'dan setup qrupundan hide slide deyirik. Bilirsiniz də, gizlədəndə belə solğun şəkildə olur və üzərindən, nömrəsinin üzərindən xətt çəkilir. Və ya da ki, kontekst menyudan da hide slide deyib slaydı biz gizlədə bilərik. Yəni 17-ci sualda doğru cavab C variantı olmuş oldu. Keçək növbəti suala, 18-ci suala. Aha. Bu da akseslə bağlı bir, necə deyərlər, sual tipidir. Gəlin, indi biz bunu cavablandıraq. Bu akseslə bağlı bir sualdır və aksesdə bəzi terminlər var ki, biz onları bilməliyik. Bilirsiniz ki, akses verilənlər bazasının idarəetmə sistemi relyasiya modeli əsasında qurulur və biz bilirik ki, bir dəqiqə, mən harada açdım o slaydı, sizə göstərim. Hə, burada. Deməli, biz bilirik ki, relyasiya modelində bir sıra anlayışlar var. Onlardan biri, məsələn, nisbət anlayışıdır. Bizim cədvəl dediyimizə onlar nisbət deyir, fayl deyir. Yəni ki, relyasiya modeli verilənlərin cədvəl şəklində qurulmasıdır. Amma təbii ki, bilirsiniz də, nisbətə cədvələ qoyulan bəzi tələblər var. Bizim sətir dediyimizə onlar yazı rekord kartej deyirdi. Bilirsiniz, bu göy çərçivədə olan sətir yazı rekord adlanır. Sonra cədvəldəki bu sütun başlıqları, məsələn, tələbə biletinin nömrəsi, ad, universitet, nə bilim, bu kimi şeylər atribut və ya rekvizit adlanır. Sonra bizim sütun dediyimizə aksesdə field sahə deyirlər, domen deyirlər. Bax, belə. Gələk görə bizdən nə istəyir? Hə. Bir də bunu da deyim sizə. Deməli, əgər bizə desək ki, nisbətin gücü nədir? Deyirik kartejlərin sayı. Nisbətin qüvvəti nədir? Deyirik domenlərin sayı. Aydındır. Bir də nisbətin sxemi var. Nisbətin sxemi də odur ki, nisbətin adı və atributların siyahısı. Baxaq. Fayl nisbətin özüdür. Burada heç birinə aid deyil. Nisbətin gücü kartejlərin sayıdır. Atribut sütun başlığıdır. Adlandırılmış domen də deyə bilərik buna. Sonra baxaq. Deməli, nə oldu? 2C, 3B. Zaten cavab çıxım, amma yenə də deyim. Domen isə bilirsiniz ki, cədvəlin sütunudur. 1D, 2C, 3B. Nisbətin sxemi də dedi ki, nisbətin adı və nisbətin sxemi isə nisbətin adı və atributların siyahısıdır. Yəni, fayl nisbət cədvəlin özüdür. Nisbətin gücü kartejlərin sayıdır.
Atribut adlandırılmış domendir, yəni ki, sütun başlığıdır. Domen cədvəlin sütunudur. Sualın doğru cavabı 1-dir, 2C, 3B. Gələk bir dəqiqə növbəti suala. Görək nə var burada. Bir dəqiqə başqa PDF-ə keçid elədik. Baxaq 19-cu suala. Görək burada nə deyir. Deməli 19-cu sualda nə deyir? Avtomobillər verilənlər bazasının bir fraqmenti verilmişdir. Texniki baxış tarixi kiçikdir 010308 sorğusu ilə tapılan yazıların sayı neçədir? Bu suala necə yanaşırsınız? Sanki bilirsiniz nəyi həll edirsiniz. Üzr istəyirəm, gizlətmə yenə dondurdum. Deməli, sanki siz nə iş görürsünüz? Burada tarix olaraq 010308-dən əvvəl gələn bütün tarixləri götürürsünüz. Yəni, sanki belə düşünün. Martın 1-dən əvvəl, 2008-ci il martın 1-dən əvvəl bütün tarixləri götürürsünüz. Kiçikdir 010308, yəni bu tarixdən əvvəlkilər. Amma texniki baxış tarixi üzrə. Bu 5-ci aydır, yəni bundan əvvəl deyil, birincini silirsiniz. Bu 2007-dir sanki, bəli, əvvəl baş verib, 2-ni götürürsünüz. Bu 4-cü aydır, əvvəl baş verməyib. Bu 2007-dir, bunu götürürük. Bu da 01, birinci aydır, 3-cü aydan əvvəldir, götürürük. Baxın, bu 310308-dir, yəni ayın 1-dən sonradır. Bu ayın 31-idir, bu bizə lazım deyil, bu böyükdür, götürmürük. Bu 2007-dir, əvvəl baş verib, götürürük. Bu da 6-cı aydır, götürmürük. Yəni 2, 4, 5, 7. Sualın doğru cavabı olacaq Y variantı. Yazıların sayını soruşursa, tutaq ki, açıq sual kimi verəndə siz 4 olaraq qaralayırsınız cavab kartında. Desəydi ki, hansı yazılar bu şərti ödəyir, siz gedib onda cavab kartında 2, 4, 5, 7-ni qaralamalı idiniz. Keçək növbəti suala. Sualın doğru cavabı Y variantı. 20-ci sual. Deməli, bu da şəbəkələrdə IP ünvanlarla bağlı verilmiş bir sual tipidir. Biz bilirik ki, IP ünvan internet şəbəkəsində hər bir qurğuya verilən ünvandır və IP ünvanlarda bizdə IP ünvanlar 4 hissədən 4 aktivdən ibarət idi. IP ünvanlarda hər hissə 0-255 arasında onluq ədədlərdən ibarət olmalıydı. Baxın, belə düşünün, burada IP ünvanı parçalayıblar. Siz sanki bunu puzzle kimi düşünün. Həmin hissələri, həmin parçaları birləşdirib, siz sanki puzzle yaradırsınız və həmin puzzle-da düzgün IP ünvan almaq lazımdır. Bunu əslində variantla işləyirlər. Bu sual daha əvvəldə düşüb, cavab A variantıdır, amma gəlin məsələn, tutaq ki, D variantını yoxlayaq, görək niyə olmur. Birinci 2-ni götürürəm, yəni 24. Sonra 1-i götürürəm, yəni 5.244. Sonra götürürəm 4-ü, yəni .168-i. Sonra götürürəm 3-ü, yəni 9.16-nı. 1, 2, 3, 4. Görürəm ki, 4 hissədir. Amma burada hissələrdən biri 1689-da 255-i aşır. Və IP ünvanlarda 0-dan 255 aralığında onluq ədədlərdən ibarət olmalıdır. Deməli, bu düzgün IP ünvan deyil. Gəlin indi biz A variantını yoxlayaq. Variantla təbii ki, getməliyik dedik. Birinci 2 gəlir, yəni 24. Sonra gəlir 3, yəni 9.16. Sonra gəlir 1, yəni 5.244. Sonra gəlir 4.168. Baxın, bu düzgün IP ünvandır. 1, 2, 3, 4. 4 hissə 4 aktivdən ibarətdir. Hər hissədəki ədədlər isə 0-255 aralığındadır. Sualın doğru cavabı A variantı. Keçək növbəti suala. 21. Aha. Say sistemləri ilə bağlı bir sualdır. Əslində çətin sual deyil. Deməli, gəlin baxaq. Bu da daha əvvəl düşüb, bu sualda daha əvvəl istifadə olunan bir sual tipidir. Bizə deyir ki, doğru mülahizələri müəyyən edin. Deyir ki, 123 onluq ədədinin ikili yazılışında birlərin sayı 6-ya bərabərdir. Gəlin baxaq.
Mən 123 ədədini onluq say sistemində olan 123 ədədini ikilik say sisteminə çevirəcəm. Görüm oradakı birlərin sayı 6-ya bərabərdirmi? Baxın, deməli, onluq say sistemindən ikilik say sisteminə keçməyin yolları çoxdur. Onlardan biri də təbii ki, bölmə əməlidir. Mən bunu bölmə əməli ilə yox, həmişə bu yolla gedirəm. Deməli, baxıram görüm, 1-dən 123-ə qədər 2-nin hansı qüvvətləri yerləşir? Başlayıram 1-dən 123-ə qədər 2-nin qüvvətlərini yazmağa. 1, 2, 4. Əgər əzbər bilmirsinizsə 2-yə vura-vura gedin, amma bilməzsiniz artıq imtahan az qalır. 1, 2, 4, 8, 16, 32, 64. Artıq növbəti qüvvət 128-dir. Onu yazsam 123-ü aşacaq. İndi gəlin baxaq. Bu qüvvətlərdən mən hansıları toplasam 123 eləyər? Bax, onu fikirləşmək lazımdır. Təbii ki, 64-ü götürürəm, 32-ni götürürəm. Bu mənə verdi neçə? 96. İndi fikirləşirəm görüm, mən 96-nın üstünə nə gəlsəm 123 eləyər. Yəni 123-dən 96 çıxın görə yerdə nə qalır? Yerdə qalır 27. Mənə 27 lazımdır. Nə edirəm onda? 16-nı 8-i götürürəm. Neçə elədi? 24. Mənə də nə lazımdır? 3 lazımdır. 2 və 1. Deməli, hansıları topladım, 123 aldımsa, onların yerinə 1 yazdım. Toplamadımsa 0 yazdım. 64-ü, 32-ni, 16-nı, 8-i, 2-ni, 1-i. Bunları toplayanda doğrudan da 123 eləyir. Mən nə elədim? 1-dən 123-ə qədər 2-nin qüvvətlərini ardıcıl yazdım. Hansıları toplayıb 123 aldımsa yerinə 1, toplamadımsa 0 yazdım. Ədədimiz bu şəkildə olacaq ikiliyə çevriləndə. İndi buradakı birlərin sayı görək 6-dırmı? 1, 2, 3, 4, 5, 6. Bəli, doğrudan da 6-dır. Yəni birinci şərt doğrudur. İkinci, 16-lıq say sistemində ən böyük 2 rəqəmli ədəd FF-dir. Bəli, 16-lıq say sisteminin ən böyük rəqəmi F-dir. 2 rəqəmli ədəd deyirsə, bəli, FF. Çox vaxt tələbələr deyir ki, müəllimə, axı F15-dir, yəni beynində onu 2 rəqəm kimi düşünür. Gənclər, o onluq qarşılığı olaraq 15-dir. 16-lıq say sistemində F 16-lıq say sistemi üçün bir simvolu ifadə edir. Yəni F simvolu 16-lıq üçün bir rəqəm deməkdir. Ən böyük rəqəm F-dir. 2 rəqəmli ədəd deyirsə FF. Çox vaxt tələbələr deyir, bəs niyə F olmur? Əgər rəqəmləri müxtəlifdirsə, bəli. Onda siz götürərsiniz F-yeni. Şey kimi düşünün də, necə onluğun ən böyük rəqəmli ədədi 99-dur? Niyə? Çünki onluq say sisteminin ən böyük simvolu 9-dur. 2 rəqəmli deyirsə artıq 99. Bax, belə düşünün. Sonra gəlir üçüncü. 16-lıq say sistemində ən kiçik 2 rəqəmli ədəd 16-dır. Xeyr. Bütün say sistemlərində ən kiçik 2 rəqəmli ədəd 1 və 0-dır. Niyə görə? Çünki əslində ən kiçik rəqəm, təbii ki, ən kiçik ədəd deyirsə, ən kiçik rəqəmlərdən istifadə olunmalıdır. Əslində ən kiçik rəqəm 0-dır. Amma ədəd 0-la başlaya bilməz deyə ondan sonraki ən kiçik rəqəmi götürürük və bütün say sistemlərinin ən kiçik 2 rəqəmli ədədi 1, 0-dır. Üçüncü yanlışdır. Üçüncünü silirik. 4. İkilik say sistemində ən kiçik 3 rəqəmli ədəd 111-dir. İndi dediyim kimi, əgər ən kiçik ədəd deyirsə, təbii ki, 0 rəqəmindən başlamalıyıq. Amma ədəd 0-la başlaya bilməz. Ona görə ilk yerə 1 yazırsınız. Neçə rəqəmli deyil? 3 rəqəmli. Digər yerləri 0-la doldurursunuz. Yəni, ikilik say sisteminin ən kiçik 3 rəqəmli ədədi 1, 0, 0-dır. Ən böyük 3 rəqəmli desə 1, 1, 1-i götürürük. Bu da səhvdir. 5-ci, ikilik say sistemində ən kiçik 3 rəqəmli ədəd ilə 16-lıq say sisteminin ən böyük 2 rəqəmli ədədinin cəmi 259 ədədinə bərabərdir. Gəlin görək bu 5-ci düzdür yoxsa səhv. Bircə saniyə mən gedim bunu sizin üçün hesablayım. Deməli, burada yerləşdirək. İkilik say sisteminin ən kiçik 3 rəqəmli ədədi hansıdır? Deməli, budur. 1, 1, 0, 0. Düzdürmü? İkilik say sisteminin ən kiçik 3 rəqəmli ədədi budur. Deməli, bununla 16-lıq say sisteminin ən böyük 2 rəqəmli ədədi, yəni FF
Bunun cəmini onluq say sistemində istəyir bizdən və deyir ki, o 259-a bərabərdir. Gəlin görək həqiqətən də düz deyirmi? Birinci bu ədədi ikilikdən onluğa keçək. İkilikdən onluğa asan qaydada keçid necədir? Tərsdən 1-dən başlayaraq 2-nin qüvvətlərini ardıcıl düzürsünüz. 1, 2, 4. Bayaqki qaydanın tərsi. Altında 0 olanları pozursunuz. Sadəcə 1 olanları saxlayırsınız. Bir dənə 4-ün altında 1 var. O da eləyir 4. İstəsəniz öz qaydanızla da gedə bilərsiniz. Mən bu ədədi çevirdim onluq say sisteminə. Bəli, verdi mənə 4-ü. Üstə gələk. Daha doğrusu, belə. İndi gəlin, FF ədədini çevirək, görək biz 16-lıqdan onluğa həqiqətən də cəmi bizə verəcəkmi 259? Əslində, siz artıq əzbər bilməlisiniz ki, FF ədədinin qarşılığı 255-də onluqdur. Amma yenə də gəlin çevirək. Bilirsiniz ki, bütün say sistemlərindən onluğa keçid qaydası nədir? Ədədin üzərini nömrəliyirik sondan əvvələ doğru sıfırdan başlayıraq. İlk rəqəmi vururuq say sisteminin əsasına və vururuq onun nömrəsinə, yəni 1-ə. Üstə gələ F vur 16 üstü 0. F 15-dir qiymət olaraq. 16 üstü 1 16-dır. Üstə gələk F 15-dir. 16 üstü 0. Bütün ədədlərin 0 üstü qüvvəti 1-ə bərabərdir. 15 vur 16 240 eləməlidir. 15-i 1-ə vuranda 15. 240-dan da 15 toplayırıq. 255. Doğrudan da bu ədədin onluq qarşılığı 255-i verdi bizə. Həqiqətən də 4 ilə də 255-i toplayanda bunların cəmi bizə verir 259-u. Yəni doğrudan da 5-ci fikir orada doğrudur, 5 doğrudur. Olacaq hələ ki 1, 2, 5. 6-cıya baxaq. 64 onluq ədədinin ikilik yazılışında sıfırların sayı 7-yə bərabərdir. Bu səhvdir. Çünki siz bilirsiniz ki, bütün say sistemləri üçün keçərli bir qayda var, asan qayda. Məsələn, tutaq ki, onluqdakı ədədi ikilik say sisteminə çevirmək istəyirəmsə, həmin o ədədi mən 2 üstü n şəklində göstərə bilirəmsə, bu zaman həmin ədəd ikilik say sistemində 1 yanında da qüvvət qədər 0-a bərabər olur. Yəni, 64 ədədi bilirsiniz ki, 2 üstü 6-dır və doğrudan da 64-ü ikiliyə çevirsəz, görərsiniz ki, bu sizə verir 1, yanında da qüvvət qədər, yəni 6 dənə 0-ı. Yəni, 64 ədədini ikiliyə keçəndə 7 dənə 0 olmur, 6 dənə 0 olur. Bu da yanlışdır. Ümumilikdə 21-ci sualın doğru cavabı 1, 2 və 5 olur. Bax belə. Gələk növbəti suala. 1, 42, 43 görürsünüz. 2-yə qalır, amma mən sizə sual izah edirəm. Ümid edirəm ki, siz də izləyərsiniz. Baxaq 22-ci suala. Bu, belə desək ki, necə deyərlər, siz deyin. File Explorer-la Windows 11-lə bağlı bir sualdır və yeni bir interfeysdir. Yəni, Windows 10-da belə bir interfeys yox idi. Nə deyir bizə? Deyir, File Explorer proqramında obyekt seçildikdən sonra əmr sətrində command var. Bəzi düymələr şəkildəki kimi aktivləşdi. Əmrlərin aktiv və ya pasiv olmasını nəzərə alaraq seçilmiş obyekt aşağıdakılardan hansılar ola bilər? İndi baxaq. Deməli, biz görürük ki, burada nələr pasivdir. Deməli, cut aktiv kimi görürəm. Cut aktivdir, copy aktivdir, rename aktivdir və silmək əmri aktivdir. Burada mən paste deaktiv görürəm, bir də yəni deaktiv görürəm. Baxaq, görək nədir bu. Yəqin ki, qısa yoldur. File'dur. Niyə deaktiv olsun? Bəzi düymələr şəkildəki kimi aktivləşdi. Yaxşı, gəlin baxaq, görək nədir bu. Məsələn, bir qovluğa girək. İçində elə mən yaradım bunları. Qovluq, qısa yol, fayl, sistem diski, arxivləşdirilmiş fayl, qovluğun qısa yolu. Bir dəqiqə mən bu qovluğu yaradım hamısını. Çünki biz bunları görmək üçün qovluğun tərkibində bu verilənlər olmalı. Praktik olaraq bunu görmək üçün. Baxaq sualın izahına. Səhərdən sizin üçün burada yazılıb kompüterə qoşulmuş xarici yaddaş qurusu. Fikirləşdim, nə ola bilər, nə ola bilər. Məndə flash kart var idi, onu axtardım, tapdım və ona görə
Bunu 5 saat axtarıram. Deməli, sualın mahiyyətini gəlin izah eləyim. Həqiqətən fərqli sual tipidir və biraz kifayət qədər ilk addım üçün düşündürücü bir sual tipidir. İmtahan üçün də həqiqətən də düşündürücü, çətin tip sual sayıla bilər. Amma əslində mahiyyəti çox asandır. Baxın, mahiyyət nədir? Bir File Explorer proqramında obyekt seçildikdən sonra əmr sətrində bəzi düymələr şəkildəki kimi aktivləşdi. Əmrlərin aktiv və ya pasiv olmasını nəzərə alaraq seçilmiş obyekt aşağıdakılardan hansılar ola bilər? Deməli, baxaq, bəziləri aktivləşir və ya pasivləşir. Əslində, burada mən necə düşünmüşdüm? Qısa yol pasivləşirsə, əmir və ya pasiv olması nəzərə alaraq burada cavab bizdə deyəsən 2, 3, 5, 7-dir. Amma burada mən düşünmüşdüm ki, məsələn, qovluq götürə bilərik, çünki qovluqda aktiv olmur. Bunu nəyə görə belə götürə bilərik? Bəziləri aktivləşir və pasivləşir. Bircə saniyə. Baxaq 22-ci suala. Əslində, bayaqdan da bunu araşdırıram ki, tam dəqiq düzgün cavab verim, çünki istəmirəm səhv yönləndirim. Mən belə bir prinsiplə yanaşıram. Ümid edirəm ki, elə sualda bu prinsiplə hazırlanar. Deməli, command barda bəzi düymələr aktivləşir və müəyyən bir obyekt seçiləndən sonra bizə deyir ki, əmrlərin aktiv və ya pasiv olmasını nəzərə alaraq seçilmiş obyekt aşağıdakılardan hansılar ola bilər? Deməli, baxın, burada əsas bizə ipucu verən delete düyməsidir. Nəyə görə delete düyməsidir? Məsələn, biz sistem diskini, necə deyərlər, silə bilmərik. Sistem diski əməliyyat sisteminin yazıldığı diskdir. Bunu çıxırıq burada. Gəlin göstərim sizə. Məsələn, sistem diski disk PC-də olan diskdir. Əməliyyat sisteminin yazıldığı diskdir. Baxın, məsələn, C diski məndə sistem diskidir. Görürsünüz, burada delete düyməsi passivdir. Yəni ki, sistem diskini silə bilmərik. Ona görə mən 4-ü silirəm burada. Sonra, kompüterə qoşulmuş xarici yaddaş qurğusu. Bunda da delete düyməsi passiv olmalıdır. Bunu da silirəm. Baxın, mən flash kart tapdım, qoşdum sizin üçün. Baxın, USB drive yazıb. Baxın, bu flash kartdır. Baxın, burada da delete düyməsi passivdir. Aydındır. Deməli, istəyirsiniz disk PC-də də onu görə bilərik. Gəlin göstərim. Baxın, mən Y diskini, flash kartı, xarici yaddaş qurğusunu seçmişəm və burada da delete düyməsi passivdir. Ona görə 8-də silirik. Sonra yerdə nə qalır? Qalır qovluq və qovluğun qısa yolu. Bunları nəyə görə silirik, onu deyim sizə. Bizim seçdiyimiz qovluq, bilirsiniz ki, qovluğun növləri çoxdur da. Var idi sistem qovluqları və yaxud da ki, istifadəçi qovluqları və s. və s. Məsələn, sistem qovluqlarından biz demişdik ki, recycle bin var. Recycle bini məsələn heç vaxt silə bilmərik, düzdürmü? Ona görə də burada artıq delete düyməsi aktivdirsə biz qovluqları da çıxardırıq. Çünki məsələn elə bir qovluq ola bilər ki, tutaq ki, biz onu təbii ki, silə bilmərik. Məsələn, götürək elə burada library-də götürək, baxın, delete düyməsi deaktivdir və s. və s. Yəni, demək olar ki, bizə əsas ipucunu delete düyməsi verir. Faylın qısa yolu, məsələn, aktiv olan əmrlər də cut-dır, copy-dir, rename-dir. Bu əmrləri göstərim sizə, hər biri nədir ilk olaraq. Baxın, əmrləri göstərim sizə. Bu cut əmridir, bildiyiniz kimi. Bu copy əmridir, bu paste əmridir. Nəysə, kopyalayaq, baxın, paste əmridir. Bu rename əmridir. Bu şiyə paylaşmaqdır şəbəkədə. Bu isə delete əmridir. İndi, məsələn, faylın qısa yolu. Tutaq ki, faylın qısa yolu bunlarda, məsələn, delete əmri də aktiv ola bilər, rename də aktiv ola bilər, hətta copy də, yəni 2 düzgündür. 3. Fayl. Təbii ki, faylda da cut da aktiv ola bilər, copy də, rename də, delete də. Siz nəyə baxın əsas? Yəni, məsələn, tutaq ki, qovluğu seçmişəm. Bu aktiv olanlardan hansı aktiv ola bilər? Məsələn, burada delete də aktivdir deyil. Məsələn, biz tutaq ki, qovluğu sistem diskini çıxdıq.
Çünki elə qovluq ola bilər ki, sistem qovluq ola bilər, sən onu silə bilməzsən. Bu mənada yanaşır suala, aydındır? Sonra gəlir 5, arxivləşdirilmiş fayl. Yəni, təbii ki, arxivləşdirilən faylı da siz faylı da silə də bilərsiniz, adını da dəyişə bilərsiniz, copy da eləyə bilərsiniz, cut da eləyə bilərsiniz. Yüklənməyə və icraya hazır olan fayl, yəni proqramlardan söhbət gedir. Təbii ki, bunda da cut da olar, copy da olar, rename da olar, delete da olar. Yəni, baxın görün, nələri seçsəz, siz bu əmrləri pasiv, aktiv görə bilərsiniz. Yəni, əsas demək olar ki, burada delete-ə görə digərlərini çıxdıq. Çünki onlarda delete əmri ola bilməz. Bəzilərində təbii ki, məsələn, elə qovluqlar var ki, silə bilmərik. Amma sistem diskini silə bilmərik, kompüterə qoşulmuş xarici yaddaş qursunu silə bilmərik və s. və s. Sualın doğru cavabı olacaq 2, 3, 5, 7. Bax belə. Biraz düşündürücü sual idi və ilk dəfə düşürdü deyə bu sual. Mən biraz, yəni, düşündüm ki, üstündə sizi səhv yönləndirməyim. Sonra gəlir 23-cü sual. ASCII kodlaşdırma sistemində yazılmış mətnin hər səhifəsində 64 sətr, hər sətirdə 32 simvol var, 128 səhifəlik bu mətn faylının həcmini kilobayt ilə hesablayın. Gəlin baxaq. Deməli, mən sizə konspektimi göstərim. Düstura baxaq. Deməli, baxın. Biz bilirik ki, mətin tipli informasiyaların həcmlərini hesablayan zaman nə iş görürdük? Bütün parametrləri vururduq bir-birinə. Səhifə, sətir, simvol və vurulsun bir simvolun həcmi. Düzdürmü? Səhifə, sətir, simvol vurulsun bir simvolun həcmi. Mətin tipli fayllarda bizdə olurdu səhifə, sonra hər səhifədə sətirlər, simvollar və bir simvolun həcmi. Bilirsiniz ki, ASCII və yaxud da ki, heç nə deməsə, bir simvol 1 bayt qəbul olunurdu, Unicode desə bir simvol 2 bayt qəbul olunurdu və s. və s. Bu arada yeri gəlmişkən, əgər siz də imtahana çox az bir vaxt qalır, vaxt məhdudiyyətiniz varsa, hər bir mövzunun bu şəkildə qısa konspekti var. Gördüyünüz kimi, reklamları keçdik burada artıq. Qısa belə konspektləri var və hər bir mövzunun sonunda da həmin mövzu ilə bağlı bütün qəbul suallarının, model suallarının izahları var. YouTube-da link şəklində keçid edib baxa bilərsiniz. Yaxşı. Deməli, ASCII-də kodlaşdırılan bir mətin var. Dedik ki, həcm soruşanda bütün parametrlər bir-birinə vurulur. Bizim 128 səhifəlik bir sənədimiz var. Səhifəni vururduq sətrə, vururduq simvola. 64 sətrimiz var, 32 simvolumuz var. ASCII-də bir simvol 1 bayt yer tutur. Bunları sadələşdirək. Bunu aşağıdan yazıram. 128 2 üstü 7, 64 2 üstü 6, 32 2 üstü 5. Bu da baytlandır. Vuranda üstlər toplanır. 7, 6, 5-i toplayırıq. Olur 2 üstü 18 bayt. Baxaq. Deməli, bu məlumatın həcmini bizdən kilobaytla istəyir. Kilobaytla. Deməli, biz də bilirik ki, bizim 1 kilobaytımız neçə baytdır? 1 kilobaytımız bilirsiniz də 1024 baytdır. Və biz kiçik ölçü vahidindən böyük ölçü vahidinə keçəndə nə eləməliyik? Təbii ki, bölməliyik. Baxın, bayt gəlirdi, sonra kilobayt. Bir dənə aralığı varsa 1024-də 210-a bölürdük, soldan sağa keçəndə bölürük. Baytdan kilobayta keçəndə 210-a böldüm, 218-i böldüm 210-a. Böləndə qüvvət üstlər çıxılır, 18-dən çıxıram 10-u, qalır 208. Yəni, sualın doğru cavabı olur 256. Nəhayət, son 2 sualımız qalır. Gələk 24-cü suala. Doğru mülahizələri müəyyən edin. Gəlin, baxaq. Bacardığım qədər qısa konkret izah edəcəm. Nə deyir bizə? RAM müvəqqəti yaddaş qurğusudur. Bəli, harda müvəqqəti sözünü görürsünüzsə, bilin ki, söhbət RAM-dan gedir. Bilirsiniz də, prosesor informasiyanı emal edir registr yaddaşında və RAM-da prosesorun emal etdiyi informasiyanı müvəqqəti olaraq yadda saxlayır. Yəni, aktiv olan verilənlər və proqramlar RAM-da müvəqqəti olaraq yadda saxlanılırdı. 1, doğrudur. Müvəqqəti gördüsə RAM. Plotter böyük ölçülü qrafiki informasiyanı kompüterə daxil edir. Əksinə, böyük ölçülü kağızlarda informasiyanı çıxardır, çap edir, xaric edir. Kompüterdə olan böyük informasiyaları kağız üzərinə çap edir. Plotter sanki böyük printerdir. Gəlin, mən sizə göstərim bunu bir dəqiqə.
Baxın, plotter budur. Böyük ölçülü informasiyaları kağız üzərinə çap edir. Xəritələri, reklamları, afişaları və s. və s. Yəni, daxil etmə qurğusu deyil, xaric etmə qurğusudur. 3. Cumos vaxt və tarixi yadda saxlayır. Bəli, bunu indi mən sizə əyani olaraq göstərərəm. Cumos vaxtı, tarixi, konfigurasiyanı yadda saxlayır və belə desək ki, vaxtı, tarixi yadda saxlamaq deyəndə Cumos götürürdük. Sazlamaq deyəndə də götürürdük BIOS. İnşallah ki, BIOS-u, Cumosu burada görərik. Bəli. Baxın. Vaxtı, tarixi, konfigurasiyanı sazlamaq deyəndə biz götürürük BIOS-u. Vaxtı, tarixi, konfigurasiyanı yadda saxlamaq deyəndə Cumosu götürürdük. Bunların hər biri ROM-da yerləşirdi. Yəni, vaxt, tarix həmişə öz axarında gedirsə Cumosun hesabınadır. Yəni, bizdə qaydaq 3 doğrudur. 4. İnformasiya əməli yaddaş qurğusunda emal edilir. Yadımızda qalsın. İnformasiya prosesorun registr yaddaşında emal edilir. Emaldan sonra müvəqqəti olaraq RAM-a gəlir. İnformasiya prosesorun registr yaddaşında emal edilir. Emaldan sonra gəlir RAM-a. Göstərim prosesoru əgər burada yerləşdirmişəmsə, bu qısa qeyddir. Yox, yerləşdirməmişəm. Sadəcə prosesorun əsas göstəricilərindən danışmışam. Peki, RAM-dan danışanda burada deyərəm. Baxın, registr yaddaşdı. Prosesor informasiyanı registr yaddaşda emal edilir. RAM da həmin o emal edilən informasiyaları müvəqqəti olaraq yadda saxlayır. Yəni, informasiya harada emal edilir desə, prosesorun registr yaddaşında. Emaldan sonra müvəqqəti olaraq harada saxlanılır? RAM-da. Can çıxış qurğusudur. Bilirsiniz ki, mouse can giriş qurğusudur. Həm də idarəedici qurğudur. Manipulyator adlanır. Biz mouse vasitəsilə kursoru idarə edirik və qrafiki interfeys ilə əmrlərin mouse-la idarə olunmasıdır. 6. Xarici yaddaş qurğuları informasiyanı uzun müddət yadda saxlamaq üçündür. Dedik ki, mouse giriş qurğusudur, bunu da qeyd edək. Bəli, xarici yaddaş qurğuları, məsələn, CD, DVD, SSD. Bunlar informasiyanı uzun müddət yadda saxlamaq üçündür. Hətta bilirsiniz də, insanlar tutaq ki, toylarını, ad günlərini, yəni özəl günlərini o xarici yaddaş qurğularında saxlayırlar. İnformasiyanı uzun müddət yadda saxlayan, bəli, xarici yaddaş qurğularıdır. Sualın doğru cavabı 1, 3 və 6 olmuş oldu 24-də. Gələk növbəti suala. 25-ci və nəhayət sonuncu sual. Aha. Burada bu da model suallarda əvvəlcə istifadə olunub. Burada genişlənmələrdən danışır, qrafiki faylların genişlənmələrindən. Əslində, bunları əzbər şəkildə yadda saxlasanız daha yaxşı olar. Gəlin indi biz baxaq görək burada nədir. PHP siz bilirsiniz ki, Photoshop'un genişlənməsidir. Bu format Adobe Photoshop proqramının xüsusi formatıdır. GIF də bilirsiniz də nədir? GIF animasiyalı şəkillərdir. Deyir, bu format milyonlarla rəng salarının 64, 128 və 256 rəng salarındakı azaldılmasına imkan verir. CDR, bu da bilirsiniz ki, CorelDRAW-ın genişlənməsidir. CorelDRAW-daki vektor qrafikasının əsas proqramlarından biridir. 1B, 2C, 3A. Bax belə. Sualın doğru cavabı bu olur. 1B, 2C, 3A. Beləliklə, bu genişlənmələrə aid materiallar var. Mütləq onları oxuyarsınız. Beləliklə, biz bütün sualların izahına vermiş olduq. Əgər sizdə hər hansı bir çətinlik olsa, hər hansı bir sualın izahında qaranlıq qalsa nəsə, mənə mütləq deyərsiniz. Burada birinci sualın izahını da link kimi mən yerləşdirəcəm açıqlama bölməsinə geniş şəkildə. İstəsəniz oradan baxa bilərsiniz. Bax belə. Ümid edirəm ki, suallar sizin üçün aydın olar. Növbəti videolarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın, imtahana yaxşı hazırlayın.